Memarlığı ilə seçilən 4 ölkə. Yaponiya, İtaliya. Niyə? Məsələn, niyə Yaponiya? Məsələn, Yaponiya zəlzələ bölgəsi olduğuna görə orada çox, hətta biz indi artıq yaxın müddətlərdə tanıyırıq zəlzələ əleyhinə olan binaları, antiseysmik kəmərlər və antiseysmik texnoloji bəli bir növ binaları. 2 İtaliya ola bilər. 2 İtaliya ola bilər. İtaliya sözsüz ki, incəsənətin Rnesansın beşiyi olduğuna görə klassik binalardan, yəni günümüzə qədər də modanın beşiyi olduğundan üçün bütün incəsənətin hər sahəsində 2 İtaliya, 3 Dubay. Dubay möhtəşəm. Dubay niyə görə yaxşı ola bilər ki, memarlıq üçün cənnətdir. Yəni memarlar ən çox pulu Dubay verir. Buna görə ən çox pulu Dubay verir və ən çox qeyri-adi heç kəsin risk eləmədiyi iri büdcəli binaları Dubayda reallaşdırılır. Yəni bir növ memarlar üçün cənnət sayıla bilər. Amma məncə ən möhtəşəm ölkə bizim ölkəmizdir. 4 də Azərbaycan. Sözsüz deyir gəzməyə başqa ölkə, ölməyə yenə vətən yaxşı. Yes, ölməsək də sözsüz ən yaxşı nədir? Bizim ölkənin ən yaxşı memarlıq baxımından nədir? Çox canlıdır. Hər növ, hər cür binalar çox sürətlə işləyir. Şəhər salmada Avropa şəhərlərinə baxsaq, onlarda artıq şəhərlər ölü kimidir. Yeni binalar tikilir. Yeni binalar da tikilir əslində, amma bizimki qədər xaotikliyin özü belə bizdə gözəl alınır. Amma bizdə son 5 ildə möhtəşəm binalar tikildi və hamısı çox sürətlə tikildi. Sözsüz elə Heydər Əliyev mərkəzinin özü demək olar ki, dünya miqyasında, yəni dünyanın 10 ən yaxşı layihəsindən biridir.